Salam. Yaşınız 34'ü keçibsə, düşünün. 34 yaşında harda və nə işlə məşğul idiniz? Yaşı hələ 34-ə çatmayanlarsa, 34 yaşına qədər maksimum hansı işlə məşğul ola biləcəklərini düşünsünlər. Siz həmin yaşda şirkət qura ya da bir holding sahibi ola bilərsiniz və ya seçkilərdə qalib gəlib ölkə rəhbəri olarsınız. Yəni, artıq var olan bir ölkənin rəhbəri ola bilərsiniz. Bəs 34 yaşında ölkə qurmaq necə? Bugünkü buraxılışımızın qəhrəmanı 34 yaşındaykən artıq ölkə qurmağı bacaran Məhəmməd Əmin Rəsulzadədir. O, Azərbaycan tarixində nə dərəcədə önəmli bir insan idi. Ali təhsili olmadan Azərbaycan adlı məmləkətin qurulmasında önəmli fiqur olmağı necə bacarıb? Azərbaycan uğrunda ailəsinin başına nələr gəlib? Stalin ona görə Bakıya gəlibmi? Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusufbəyli və Fətəli xan Xoyski kimi mütəfəkkirlər Milli Şura yaradılarkən o Batumidə olduğu halda niyə onu Şuranın sədri seçdilər? Bugün Rəsulzadə haqqında danışacağım. Gəlin, qısa konkret olaraq Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin çətin və şərəfli ömür yoluna nəzər salaq. Buraxılışda eşidəcəyiniz məlumatların əksəriyyətini Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun hələ sağlığında şəxsən mənə verdiyi Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası kitabından götürmüşəm. Hazırsınızsa, başladıq. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxırsınız. ...1955-ci il, mart ayının 7-si, Qazaxıstanın Qaraqanlı şəhərinin KQB idarəsinə bir nəfər gətirilir. İdarə rəisi ona deyir ki, dünən atanız dünyasını dəyişib. Bunu bilirdiniz? Həmin şəxs bu hadisədən xəbərsiz olduğunu dedikdə, KQB əməkdaşı ona deyir ki, fikrinizi bilmək istəyirik. Bu barədə nə düşünürsünüz? Adam ona cavab olaraq sevinirəm deyir. KQB əməkdaşı təəccüblə sevinirsiniz deyə soruşur. O isə bəli, sevinirəm. Atam öldü, bəlkə bundan sonra bizdən əl çəkərsiz deyə cavab verir. KQB idarəsinə gətirilən şəxs Qazaxıstanda sürgün həyatı yaşayan Azər Rəsulzadə idi. Azər Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin sağ qalan yeganə övladı idi. Ancaq biz hekayəyə lap əvvəldən başlayacağıq. 1884-cü il, yanvar ayının 31-i Bakının Novxanı kəndində Axund Hacı Ələkbərin ailəsində dünyaya gələn Məhəmməd Əmin ilk təhsilini Sultan Məcid Qənizadənin müdürlük etdiyi 2-ci Rus-Tatar məktəbində aldıqdan sonra Bakı Texniki Məktəbinə daxil olur. Ancaq təhsilini yarımçıq saxlayıb siyasi fəaliyyətə başlayır. 1902-1903-cü illərdə Məhəmməd Əmin Rəsulzadə üzvləri müxtəlif Rus liseylərindən və digər orta məktəblərdə oxuyan Azərbaycanlı türk tələbələrindən ibarət gizli bir dərnək yaradır. Dərnək Müsəlman Gənclik Təşkilatı adı altında müəyyən fəaliyyət göstərdikdən sonra Rusiya hökumətindən milli mədəni hüquqlar almaq ümidində idi. 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində bir qrup Azərbaycanlı ziyalının təşəbbüsü ilə Müsəlman Sosial-Demokrat Hümmət Təşkilatı yaradılır. Onların arasında Nərman Nərmanov, Sultan Məcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov və başqaları var idi. Partiyanın sədrliyinə əvvəlcə Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nərman Nərmanov seçilir. Rəsulzadənin rəhbərliyi ilə 1904-1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-legal Hümmət qəzeti çapdan çıxır. Hümmət formal olaraq Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində müstəqil fəaliyyət göstərirdi. Hümmət Bakı Partiya Təşkilatının ayrılmaz tərkib hissəsi idi və Bakı Bolşevik Komitəsinin Azərbaycanlı fəhlələr arasında işləyən şöbəsi kimi fəaliyyət göstərirdi. Lakin 1905-ci ildə Rusiyada başlayan 1-ci Rusiya inqilabından sonra Məhəmməd Əmin Rəsulzadə və silahdaşları bolşeviklərin məram və məqsədlərindən Azərbaycana heç bir fayda olmayacağını başa düşüb, onlardan uzaqlaşdılar. 1907-ci ildə Hümmətin bağlanmasına qərar verildi. Lakin 1917-ci ilin martında Rusiyada fevral inqilabından bir neçə gün sonra Hümmətin bir çox keçmiş üzvü təcili olaraq konfrans keçirib, Hümmət Təşkilatının Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi ilə birləşdirərək fəaliyyətini yenidən bərpa edirlər. 1917-ci il iyulun 16-sında Nərman Nərmanov başda olmaqla Hümmətin daimi şəhər komitəsi seçildi. Komitəyə 14 üzv, o cümlədən Sultan Məcid Əfəndiyev, Həmid Sultanov, Əsədullah Axundov, Məşədi Əzizbəyov, Ağababa Yusufzadə, Bünyad Sərdarov, Möhsin İsrafilbəyov, Tağı Şahbazi daxil idi. Ancaq maraqlı bir detal bu idi ki, 1937-ci ilə qədər bu insanlardan kim sağ qalmışdsa, repressiya qurbanı olaraq güllələnir. 1906-cı il 8 martda
Bakıda Nicat Mədəni Maarif Cəmiyyəti təşkil edilir. Məhəmməd Əmin Rəsulzadə cəmiyyətin əsas üzvlərindən biri idi. Həmçinin bu cəmiyyətin üzvləri arasında Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski, Sidqi Ruhullah və digər tanınmış şəxsiyyətlər var idi. Cəmiyyətin başlıca məqsədi Azərbaycanlıları savadlandırmaq, yoxsul uşaqlarına kömək etmək, onları məktəblərə cəlb etmək, ehtiyacı olanları isə maddi kömək göstərmək idi. Cəmiyyət həftədə bir dəfə Nicat adlı qəzet buraxırdı. Cəmiyyət benefislər keçirir, şəhər bağında arabir gəzintilər təşkil edir. Toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə təşkil olunan belə gəzintilərin birindən toplanan 200 rubl vəsaiti ilə İosif Stalini Bayıl həbsxanasından qaçırmaq mümkün olur. 1909-cu ildə Çar Rusiyası tərəfindən təqib edildiyini anlayan Rəsulzadə İrana gedir. Həmin ilin mayında Təbrizdə dünya şöhrətli milli qəhrəman Səttərxanla görüşür. Onunla maraqlı söhbət edir, verdiyi müxtəlif sualları Sərdari Milli cavablandırır. Məhəmməd Əmin Rəsulzadə bu görüşdən bəhs edən Təbriz, Səttərxanla mülaqat məqaləsini Tərəqqi qəzetində nəşr etdirir. O həmçinin Tehranda Avropa tipli İran Nov qəzetini nəşr etdirir. Bu qəzet gündəlik olaraq milli, siyasi, ictimai, iqtisadi, bədii, əxlaqi və məzhəbi bir mətbuat orqanı kimi nəşrə başlayır. Bunun ardınca o 1910-cu ildə Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə İran Demokrat Partiyasını yaradır. Lakin bir il sonra Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi ilə və İran məşrutə hərəkatının məğlub olması səbəbi ilə yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir. Gizli yolla Bakıya gələn Rəsulzadə qısa müddət sonra İstanbula gedir. 1911-ci ilin oktyabrında Məhəmməd Əmin Rəsulzadənin dostlarına yazdığı məktublardakı fikirləri də əsas götürərək, onun təlimatı ilə Bakıda Məhəmməd Əli Rəsuloğlu, Tağın Ağaoğlu və Abbasqulu Kazımzadə tərəfindən Müsəlman Demokrat Partiyası, Müsavat yaradılır. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlanmadan sonra Rəsulzadə Bakıya qayıdır. 1915-ci ildə Yeni İqbal qəzetində Bakı Quberniyası Xalq Peşə Məktəbinin direktoruna aid olan bir məlumatın səhifədən çıxarılmasına ciddi etirazını bildirdiyinə görə Bakı şəhər rəisinin əmri ilə həbs edilir. 2 aya qədər həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılır. Onun həbsi haqqında Yeni İqbal qəzetinin 1915-ci il 24 may sayında məlumat var. 1915-ci il 2 oktyabrda isə Açıq Söz qəzeti onun redaktorluğu ilə nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı olur. Açıq Söz 1918-ci ilin martına qədər çap olunur. Ardınca isə Məhəmməd Əmin Rəsulzadə öz arzusuna çatır. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxırsınız. ...1917-ci ildə Rusiyada baş verən fevral burjuwa inqilabından sonra hakimiyyətə müvəqqəti hökumət gəlir. Bu hökumətin başında Aleksandr Kerenski dururdu. Həmin il Ümumrusiyada yaşayan müsəlmanlar Rusiya tərkibində hüquqları uğrunda mübarizəyə başlamışdı. Ancaq Rəsulzadə ərazi muxtariyyatı istəyirdi. Aprel ayında Bakıda Qafqaz müsəlmanlarının qurultayı, mayda isə Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı keçirilir. Hər iki qurultayda məruzəni Rəsulzadə edirdi. Moskvada keçirilən qurultayda Əhməd Salikov məruzəsi zamanı Rusiya müsəlmanları üçün mədəni muxtariyyət istəyir. Salikovdan sonra Məhəmməd Əmin Rəsulzadə çıxışına başlayır. O deyir: "Millətdaşlarım." Bu sözün ardınca zalda olanların bəziləri etiraz edərək Rəsulzadənin rus dilində danışmasını tələb edirlər. Buna qarşı Məhəmməd bəy belə deyir: "Mən müsəlmanların, türklərin səadətini milli hökumət və milli mədəniyyət əsaslarına görə qurulan təşkilatlarda gördüyümdən mümkün olduğu qədər hər yerdə türk dilindən başqa bir dildə əsla danışmayacağam." Onun bu sözlərindən sonra zaldakılar onu alqışlamağa başlayırlar. Rəsulzadə çıxışı zamanı mədəni muxtariyyət əvəzinə ərazi muxtariyyatı istədiyini bildirir. Onun irəli sürdüyü ərazi muxtariyyatı ideyası 271 səsə qarşı 446 səslə qəbul edilir. Nəticədə Zaqafqaziya komissarlığı yaradılır. Bu komissarlıq mərkəzə tabe idi. Ancaq 1917-ci ilin oktyabr inqilabından sonra isə Zaqafqaziya komissarlığına aid olan bütün dövlətlər bolşevikləri qəbul etmir. 1918-ci il fevralın 23-ü Tiflisdə Zaqafqaziyanın qanunverici orqanı olan Zaqafqaziya Seymi yaradılır. Seymə Azərbaycan, Gürcüstan və Ermənistan daxil idi. Lakin 1918-ci ilin mart hadisələrindən sonra bu birliyin dağılması an məsələsi idi. Çünki hadisələrə Seym reaksiya vermir və əksinə Gürcü menşeviklər Şamiyana bildirirlər ki, Seym reaksiya verməyəcək.
Məhz bu hadisədən sonra Seymdə təmsil olunan fərqli Azərbaycan fraksiyaları birləşib bir nöqtəyə vurmağa başlayırlar və bu birlik Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxaracaqdı. Seymin dağılmasına əsas səbəblərdən biri də Brest sülh müqaviləsinə əsasən Seymin ərazisi sayılan Ərdahan, Qars və Batumun Osmanlıya qaytarılması Seym tərəfindən qəbul edilməməsi idi. Osmanlı isə Zaqafqaziya Seyminə həmin əraziləri boşaltması üçün ultimatum verir. Bütün bu hadisələrin nəticəsi olaraq 1918-ci il mayın 26-sı Zaqafqaziya Seymi dağılır və Gürcüstan müstəqil dövlət yaratdığını elan edir. Ertəsi gün Gürcüstanın paytaxtı Tiflisdə artıq fəaliyyəti dayanmış Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır. Həmin vaxt Rəsulzadə Batum Sülh Konfransında iştirak etdiyi üçün orada deyildi. Əlbəttə, konfransın məqsədi başqa idi. Ancaq mayın 27-si Nəsib bəy Yusifbəyli Rəsulzadədən gələn məktubla iclasa gəlir və elə həmin gün Azərbaycan Milli Şurası yaradılıb, Azərbaycan istiqlalını elan edir və 6 maddədən ibarət olan Azərbaycan İstiqlal Bəyannaməsi qəbul edilir. Rəsulzadə həmin iclasda iştirak etməsə də, şura üzvləri səs verərək Məhəmməd Əmin Rəsulzadəni Milli Şuranın sədri seçirlər. Yeni qurulan dövlətin adı Azərbaycan olur. Bu da asan başa gəlmir. İran bu ada etiraz edir. İran rejimi toponim olaraq yalnız Cənubi Azərbaycanı tanıyırdı. Rəsulzadə deyirdi ki, Milli Şura yeni yaranan dövlətin adını Azərbaycan qoymaqla, onu etnoqrafik və ya yer adı mənası kimi işlənməkdən çıxararaq Azərbaycan sözünə siyasi məna verdi. Bununla da Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik parlament respublikası yarandı. Ölkənin paytaxtı əvvəlcə Gəncə, Şamiyan və bolşeviklər Bakıdan çıxarıldıqdan sonra isə Bakı olur. Qafqaz İslam ordusunun Azərbaycana köməyə gəlməsini və Bakını xilas etməsini sözsüz ki, hər birimiz bilirik. 1918-20-ci illər ərzində Rəsulzadənin hər hansı bir vəzifəsi olmayıb. Amma bu o demək deyil ki, rəhbər o deyil. Çünki Azərbaycan Xalq Cümhuriyyəti parlament ölkəsi idi. Yəni dövləti parlament idarə edirdi. Parlamentin ən böyük fraksiyası isə Müsavat idi və Rəsulzadə bu partiyanın lideri idi. Xalq Cümhuriyyətinin əsas rəmzi olaraq 1918-ci ilin iyun ayında qırmızı qumaş üzərində ağ rəngdə 8 güşəli ulduz və aypara təsvir olunan bayraq təsdiqlənir. Bu bayraq Osmanlı bayrağına çox bənzəyirdi. Fərq sadəcə ulduzların 5 və 8 güşəli olması idi. 1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi. Milli bayrağımızdakı göy rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng İslam ideologiyasını ifadə edirdi. Bu dəyərləri özündə birləşdirən türkləşmək, İslamlaşmaq, Avropalaşmaq üçlü düsturunu böyük bir şüara çevirən ilk dəfə Əli bəy Hüseynzadə olub. 1918-ci ilin noyabrında Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmə məcburiyyətində qalır. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn General Thompson hələ Əncəldə olarkən mən Türkiyə intriqası ilə yaradılan bir dövləti tanımıram deyərək Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə İngilisləri və General Thompsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamaq məqsədə uyğun olmazdı. Odur ki, 1918-ci il noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə 3 rəngli bayrağın yaradılması haqqında Məhəmməd Əmin Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə Məhəmməd Əmin Rəsulzadənin Açıq Söz qəzetindəki məqaləsindən götürüldü. Həmin üç rəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-sində Bakıda dəniz vağzalında İngilis generalı Thompsonun qarşılanma mərasimində göyə qaldırıldı. Bakıya gələn İngilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasından o qədər də razı deyildilər. Məhəmməd Əli Rəsuloğlu öz xatirələrində yazırdı ki, İngilislər həftənin 1-ci və 4-cü günləri, yəni iclas keçiriləndə icazə verirdilər ki, parlament binası üzərinə milli bayrağımız dalğalansın. İclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər. 1918-ci ilin 7 dekabrında parlamentin açılış mərasimində Məhəmməd Əmin Rəsulzadə bu sözləri deyir. Səadət və hürriyyət istiqlaldır. İşte bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayı Milli qaldırmış. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa adamlarını təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə dalğalanacaq. Bir kərə yüksələn bayraq bir daha enməz. Üzeyir Hacıbəyli Azərbaycan qəzetində Məhəmməd Əmin Rəsulzadənin bu çıxışını belə təsvir edirdi.
Məhəmməd Əmin bu üç rəngin türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilməz dedikdə, bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürat-ı fövqələdəmdən başımın tükləri biz-biz durdu. Ancaq bu xoşbəxt günlər çox çəkməyəcəkdi. Üç rəngli şanlı bayrağın yerini kommunistlərin qırmızı bayrağı tutacaqdı. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxırsınız. ...27 aprel 1920-ci ildə Azərbaycanlı bolşeviklər günorta saat 12-də parlamentə 12 saatlıq ultimatum verirlər. Bu məsələ parlamentin fövqəladə iclasına çıxarılır. Rəsulzadənin təklifi ilə iclas açıq keçirilir və xalq üçün qapılar açılır. Məhəmməd Əmin Rəsulzadə iclasda çıxış edərək ultimatumu rədd etməli olduqlarını deyir. Ancaq Qızıl Ordu yalamadaydı. Nəticə olaraq axşam saat 19:30-da Məhəmməd Həsən Hacınski Rəsulzadə xaric komissiyanın kommunistlərin bütün şərtlərini qəbul etdiyini elan edir. Qızıl Ordu Azərbaycana girir və bu ordunun başında duran əsas fiqurlar Mikhail Levandovski və Nəriman Nərimanov idi. 1938-ci ildə Levandovski repressiya qurbanı olaraq güllələnir. Qızıl Ordu Bakını tutduqdan sonra bir il ərzində 48 min nəfər qətlə yetirilir. Məhəmməd Əmin Rəsulzadə Lahıca gedir. Lahıcda olduğu müddətdə əsrimizin Siyavuşu kitabını yazır. O, avqust ayında həbs olunaraq Bakıya gətirilir. Təcridxanada saxlanılan Məhəmməd Əmin Rəsulzadə ölümünü gözləyirdi. Ancaq bu zaman bir hadisə baş verir. İran Komünist Partiyasının qurucularından olan Heydar xan əmioğlu təlimatlar almaq üçün Bakıya gəlir. O, Rəsulzadənin həbs olunduğunu öyrənir və bütün səlahiyyətli şəxslərə, həmçinin Nəriman Nərimanova Məhəmməd Əminin başından bir tük belə əksik olmamalıdır deyir. Heydər xan vəziyyət barədə Stalinə xəbər yollayır və noyabr ayında Stalin Bakıya gələrək Rəsulzadənin saxlanıldığı təcridxanada onunla görüşür. Stalin Rəsulzadənin vəziyyətinin yaxşı olmadığını, o Rəsulzadəyə ya güllələnəcək, ya da ömürlük həbs olunacağını deyir. Ancaq Stalin bu iki vəziyyətin heç biri ilə razı deyildi. O, Rəsulzadəni Rus imperatoruna qarşı mübarizə apardığı üçün öz silahdaşı sayırdı. Əslində, Stalin Rəsulzadəyə olan borcunu qaytarmağa gəlmişdi. Stalini bir dəfə real ölümdən xilas edən və Bayıl türməsindən qaçılmasına kömək edən məhz Rəsulzadə idi. Nəticə olaraq Məhəmməd Əmin bəy Stalinlə birgə Moskvaya gedir. Bu hadisələr barəsində Məhəmməd Əmin Rəsulzadə özünün Stalinlə ixtilal xatirələri kitabında ətraflı yazır. Moskvada olduğu 2 il ərzində ona təklif olunan vəzifələrin heç birində işləməyən Məhəmməd Əmin yalnız Şərq Ölkələri İnstitutunda fars və rus dillərindən dərs deyir, müəllim olaraq çalışırdı. 1922-ci ildə Məhəmməd Əmin Rəsulzadə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa gedir. Oradansa Finlandiyaya keçir. 15 gün ərzində Fin əskərlərinin nəzarətində qalır. Helsinkidə pasport və viza işlərini tamamladıqdan sonra Fransaya, oradan Berlinə, oradansa Türkiyəyə gedir. 1923-cü ildə Yeni Qafqaziya jurnalının nəşrinə başlayır. Bu jurnal İran ərazisi ilə Azərbaycana gətirilirdi. Sovet hökumətini bu jurnal qədər heç bir jurnal narahat etmirdi. Hətta həmin dövrdə SSR Rəsulzadənin yanına məxsus şəxs göndərir. Gələn adam ona deyir ki, təbliğatını saxla və Azərbaycana geri dönə bilərsən. Biz sənin toxunulmazlığına təminat veririk. Bu zaman Rəsulzadə ona tarix dərslərindən düşəcək bir cavab verir. O deyir, sonuncu rus əskəri Azərbaycanı tərk etməyincə mübarizəmi dayandırmayacağam. Jurnalda dərc olunan 49 şeirdən 6-sı imzasızdır. Digər 43 şeir isə Əmin Abid Gültəkin, Əhməd Cavad, Almaz İldırım, Hüseyn Cavid və digər mütəfəkkirlərə aid idi. Jurnalda ən çox Əmin Abid Gültəkinin şeirləri dərc olunmuşdu. Məhəmməd Əmin Rəsulzadənin bizə gəlib çatan səs yazısında dediyi şair də məhz Əmin Abid Gültəkindir. Şair 1938-ci il repressiyaları zamanı həbs olunaraq güllələnir. Yeni Qafqaziya jurnalı 1927-ci ildə bağlanır. Buna əsas səbəb 1925-ci ildə Türkiyə ilə SSR arasında bağlanan müqavilənin bir bəndi idi. Həmin bənddə yazılırdı ki, bu iki ölkədə yaşayan və sonradan digərinə köçən biri əvvəlki ölkə haqqında pis fəaliyyət göstərə bilməzdi. Jurnal bağlandıqdan sonra 1931-ci ildə Rusların təzyiqi nəticəsində Məhəmməd Əmin Türkiyəni tərk etməli olur. Polşaya köçən Rəsulzadə burada 1926-cı ildən fəaliyyət göstərən Prometey jurnalında məqalələr dərc etməyə başlayır. Prometey redaksiyası SSR ilə bağlı əksər məlumatı Türkiyədən alırdı. Prometeyin xidməti sayəsində Avropa ictimaiyyəti Zaqafqaziyadakı sürgünlər, həbslər haqqında məlumat əldə edirdilər.
Lakin 1939-cu ildə Polşanın Almanlar tərəfindən işğalından sonra jurnal fəaliyyətini dayandırır. SSR-nin də Polşaya girməsi ilə Rəsulzadə Buxarestə köçür. İkinci Dünya müharibəsi illərində Almaniyada olur. Azərbaycanlı əsirlər xilasına çalışır. Almaniya hakimiyyət dairələri ilə danışıqlar aparır, Azərbaycan Milli Komitəsini yaradır. Almanların əsirlərlə bağlı yaratdığı Azərbaycan Milli Komissiyasına başçılıq edir. Rəsulzadə və digər türk liderləri ilə Adolf Hitlerin bir nümayəndəsi, deyilənə görə Xarici İşlər Naziri görüşür. SSR ərazisində yaşayan türk millətlərin liderlərindən Almanların lehinə işlənməsi istənilir. Rəsulzadə buna bir şərtlə razılaşacağını deyir. Almaniya 1920-ci il 27 aprel tarixində Ruslar tərəfindən işğal olunan Azərbaycan adlı ölkəni tanıyacaq. Bu o demək idi ki, Almanlar qalib gəlsəydi, Azərbaycan müstəqil olacaqdı. Amma Almanlar razı olmurlar və Rəsulzadə Almaniyanı tərk etməli olur. Lakin Rumıniyanın 1944-cü ilin aprelində ABŞ təyyarələri tərəfindən bombalamasından sonra burada baş verən bir çevrilişlə hökumət devrilir. Yeni hökumət ruslarla atəşkəs elan edir. Bu vəziyyətdə Məhəmməd Əmin Rəsulzadə Buxaresti tərk edərək Avstriyaya gedir. Onun mühacirət etdiyi son ölkə isə Türkiyə olur. 1947-ci ildə yenidən Türkiyəyə qayıdan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Kültür Dərnəyini yaradır. Bu dərnək günümüzdə də fəaliyyət göstərir. O, Türkiyəyə həyat yoldaşı ilə birgə qayıdır. Məhəmməd Əmin Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının vəfat etdiyini öyrəndikdən sonra Polyak əsilli Vanda xanımla ailə qurur. Rəsulzadə Bakıdakı ailəsinə uzun illər dəstək olub. Moskvaya gedəndə o, ailəsini özü ilə apara bilməzdi. Çünki Rəsulzadə Stalinlə, yəni iblisin özü ilə Moskvaya gedirdi və əgər orada onun başına bir iş gəlsəydi, ailəsi başsız qalacaqdı. Azərbaycanda isə heç olmasa qohumları var idi. Rəsulzadə elə düşünürdü ki, Bakı onun ailəsi üçün daha təhlükəsiz yerdir. Ancaq o yanılırdı. Həm də çox. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxırsınız. Məhəmməd Əmin Rəsulzadə qorxusu İosif Stalini rahat buraxmırdı və o, Rəsulzadələrdən canını qurtarmalı idi. 1937-ci il repressiya illəri Stalin üçün əlverişli zaman idi. O vaxta qədər Rəsulzadənin anası və atası artıq həyatda yox idilər. Sağ qalan qohumları isə təqib olunmağa başlayır. 1937-ci ildə oğlu Rəsul Novxanda həbs olunaraq 19 yaşında güllələnir. Məhəmməd Əminin analığı Maral xanım 1937-ci ildə Qazaxstana sürgünə göndərilir və orada vəfat edir. Həyat yoldaşı Ümbülbanu xanım oğlu Rəsulun ölümünü unuda bilmir və 1939-cu ildə ağır sürgün həyatında ürəyi partlayıb dünyasını dəyişir. Qızı Lətvə Məhəmməd Əmin Rəsulzadənin ilk övladı olub. Lətvə xanım 1943-cü ildə qızı İşvə ilə birgə Qazaxstanda soyuqdan donub ölüblər. Rəsulzadənin digər qızı Xəldə xanım isə 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlməyi bacarır. Bir müddət Seyid Hüseynin evində qalır. Lakin Seyid Hüseyn də təqib olunurdu. Buna görə də Xəldə xanım Şamaxıya getmək üçün yola düşür. Ancaq Xəldə xanımdan bir daha xəbər alınmır. Rəsulzadələr ailəsindən sağ qalan yeganə şəxs oğlu Azər idi. Məhəmməd Əmin Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib ailəsi ilə vidalaşanda beşikdəki kiçik oğlu Əli Heydərin adını dəyişib Azər qoyur. 1937-ci ildə sürgünə göndərilən Azər 56 il sürgün həyatı yaşadıqdan sonra 1993-cü ildə Qazaxstanda dünyasını dəyişir. Onun oğlu Rais Rəsulzadə nə qədər cəhd etsə də atasının cənazəsini Azərbaycana gətirə bilmir. Bu zaman məsələ haqqında Heydər Əliyevə xəbər çatır. Heydər Əliyev dərhal Qazaxstana xüsusi təyyarə ilə nümayəndə heyəti göndərir. Azər Rəsulzadənin cənazəsi Bakıya gətirilir. Heydər Əliyev onun Fəxri Xiyabanında dəfn olunmasını istəsə də, oğlu Rais atasının Novxanda dəfn olunması barədə vəsiyyət etdiyini deyir və Azər Rəsulzadə Novxanda babasının yanında dəfn olunur. Azər Rəsulzadə vətənində dəfn olunan ilk ailə üzvü idi. Məhəmməd Əmin Rəsulzadə isə yaşadığı 71 ilin 40 ilin mühacirətdə olub. Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-sı 71 yaşında 3 dəfə Azərbaycan dedikdən sonra Ankarada dünyasını dəyişir. Martın 8-i əsri məzarlığında torpağa tapşırılan Rəsulzadənin dəfnində bir çox görkəmli insanlar nitq söylüyor. Rəsulzadənin miras qoyub getdiyi bir kərə yüksələn bayraq bir daha enməz ifadəsi əlbəttə ki özünü doğrulacaqdı. Çünki o, bir millətin ruhuna müstəqillik toxumlarını səpmişdi. Azad yaşamağın nə olduğunu bilən millət ilk fürsətdəcə yenidən azadlıq savaşına qalxacaqdı. 1991-ci ildə Azərbaycan yenidən müstəqil olur.
və üç rəngli bayraq yenidən dalğalanmağa başlayır. Ancaq müstəqil Azərbaycan cəmi 23 ay var olan Azərbaycan Xalq Cümhuriyyətinin taleyini təkrar yaşaya bilərdi. Yeni Azərbaycanın siyasi mübahisələri az qala vətəndaş müharibəsinə və yenidən müstəmləkə olmasına gətirib çıxaracaqdı. Lakin bu dəfə 23 ay bəlasını yaşamadıq. Bu dəfə müstəqil Azərbaycanın qurulmasından 23 ay sonra 1993-cü ildə Heydər Əliyev ölkə prezidenti seçilir. Ancaq bu hekayə artıq başqa buraxılışı mövzusudur. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin mart ayında ömrünün sonuna bir neçə gün qalmış şeir yazır. Şeirdən 2 bəndi nəzərinizə çatdırmaq istəyirəm. Milli fikir toxumları səpildi, islatdı torpağı, axan qan. Bu əkindən yarınki bir baharda əlbət bitər bir yeni Azərbaycan. Tarixin yenə gözəl bir çağında qaranlıq qış keçib bahar gələcək. Hər hansı bir ilin aydın günündə Azərbaycan istiqlala girəcək. Mən bugün sizə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üçün etdiklərinin çox az hissəsini danışa bildim. Məzarında rahat uyu, Məhəmməd bəy. Sən bizimsən, bizimsən. Durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa. Ey şanlı Azərbaycan. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxdınız.